بسم الله الرحمن الرحيم Nəhayət şəfqətlik və mehriban Allah'ın ismi bilan başlayman. والسماء ذات البروج واليوم الموعود وشاهد ومشهود Buruclarının egisi bolğan osmon bilan, qiyomat kuni bilan, juma kuni bilan, harf kuni bilan qasamki, قتل أصحاب الأخدود o'raklarning egilariga la'nat bo'lsin. النار ذات الوقود U o'raklar lavuldab turgan o'tlar bilan to'ldirilgan edi. إذ هم عليها قعود وهم على ما يفعلون بالمؤمنين شهود Ayni vaqtda ular o'raklar ustida o'ltirib, o'zlarining mo'minlarga qilayotgan ishlarini ko'rib turadi. وما نقموا منهم إلا أن يؤمنوا بالله العزيز الحميد الذي له ملك السماوات والأرض والله على كل شيء شهيد. Ular mo'minlarni faqat g'olib, madiyaga loyiq Allohga iymon etganliklari uchunla yomon ko'rdi. Osmonlarning va zaminning podshohligi Allohga xosdir. Alloh hamma narsani ko'rib turg'uchidir. Innallazina fatanul المؤمنين والمؤمنات ثم لم يتوبوا فلهم عذاب جهنم ولهم عذاب الحريق. Mömin er və mömin ayollarga ziyankeşlik qılğandan keyin küfrdən qaytmaganlar şübhəsiz ki cehennemning azabiga duchor boludu. Ularga o't bilan azab qılındı. إن الذين آمنوا وعملوا الصالحات لهم جنات تجري من تحتها الأنهار ذلك الفوز الكبير. İman etqan və yaxşı əməllərini qılğanlar şübhəsiz ki, astıdan östənlər eqib turduğan cənnətlərə sazavar boludu. Bu çoğ bəxtdir. İnna batuşa rabbika lashadid. Pərverdigarının cəzası şək şübhəsiz qatlıqdır. İnnehu huve yubdi'u ve yu'id. Allah halayiqni haqiqatan yoxdan bar qılıdı. Yani ölgəndən keyin ularını tirildirdi. وَهُوَ الْغَفُورُ الْوَدُودُ. Allah mömin bəndələrinin günahını məğfirət qılğucudur. Ularını dost tutqucudur. ذُو الْعَرْشِ الْمَجِيدُ. Ərişnin egisidir, nəhayət uluqdur. فَعَّالٌ لِمَا يُرِيدُ. Xalığını qılğucudur. هل أتاك حديث الجنود فرعون وثمود. Ey Muhammed, sen leşkerlerinin Firavun ve Samud'un kıssıdan haber taptın mı? بل الذين كفروا في تكذيب. Quraysh müşrikleri aşu kapırlarga nazil bolgan azaptın ibret almay, davamlıq inkar qilishyotidu. Vallahu min waraihim muhit. Allah kapırlarının etrafını qorshab turguchidir. بل هو قرآن
مجيد في لوح محفوظ. Balki ular inkar qilgan narsa Lavhul Mahfuzda saqlangan ulug' Qur'ondir.